düşünmə vaxtı, gözləmə vaxtı verməklə, sonra riskdən qorxmamaq, risk götürmək lazım olduğunu deməklə, sonra şagirdlərə tərif demək, yəni fəaliyyətinə yönəlik tərif demək, ağlına, zəkasına deyil, hələ ki sözündən istifadə etmək, yəni hələ bacarmırsan, bacaracaqsan. Bir də nəyin dəyişən Bir də olduğunu beynin inkişaf edən, dəyişən olduğunu deməklə. Əla. Bəs hansı idi ki, deyirdi ki, bunlar mənlik deyil, mən öyrənə bilmirəm. Bu qapalı düşüncə tərzi. Bəs deyirdi ki, özünü motivasiya eləyir. Deyirdi, məndə olacaq, mən bacaracam bunu. Açıq düşüncə tərzidir bu. O deyirdi ki, mənim məqsədim irəli getməkdir, uğurlu olmaqdır, zəkalı olmaqdır. Açıq düşüncə tərzi. Bəs deyirdi ki, yalnız mən bir fənni qavraya bilirəm, bir fənn mənlikdir. Qapalı. Bəs hansı tipi idi ki, deyirdi ki, heç bir üsul mənə işləmir. Qapalı. Hansı idi ki, daha çox çalışmağa üstünlük verdi, daha çox vaxt ayırırdı? Açıq. Açıq. Bəs mental olaraq özünü bloklayırdı hansı? Qapalı düşüncə tərzi olanlar. Bəs deyirdi ki, israrla davam edəcəm. Açıq düşüncə tərzi olanlar. Yardıma ehtiyac duyurdu, nə olsun, kimsə mənə kömək etsin deyirdi. Açıq. Bütün yardımları rədd edirdi bəs? Qapalı. Bəs deyirdi ki, hansı idi ki, deyirdi ki, mən çətin də, asan da tapşırıqların öhdəsindən gəlirəm, yəni özüm risk götürürəm onu. Açıq. Daha çox cəhd edən? Açıq. Sonra deyirdi ki, çətinlikləri sevmir. Qapalı. Sonra dedim ki, təslim olmağı sevmir. Açıq. Məşhur söz, hələ ki bacarmıram.